Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün kənarı açılmayan, bəzəkləri itməyən, olduqca dadlı, ləzzətli, pambıq kimi yumuşaq şəkərbura resepti paylaşacağım. Əvvəlcə qabın içərisinə 1/4 çay qaşığı quru maya, yarım çay qaşığı şəkər tozu, üzərinə isə 3 çay qaşığı süd tökürəm. 3 stəkan unun üzərinə 100 qram yağ əlavə edib umaç hazırlayıram. Bir cimdik duz tökürəm və yağla unu yaxşıca ovuşdururam. Hazır olan umacın içərisinə 1 ədəd yumurta, biraz süd, eləcə də qarışdırdığım mayanı əlavə edirəm. Qeyd edim ki, süd isti olmalıdır. Südü az-az əlavə edib xəmir yoğururam. Belə bir yumuşaq xəmir alınır. Xəmirin üzərini örtüb yarım saat gözlədirəm. İçliyi üçün 2 stəkan qovrulmuş üyüdülmüş fındıq ləpəsinin üzərinə 1 stəkan şəkər tozu və yarım çay qaşığı hil tökürəm. Artıq xəmir özünə gəlib. Xəmiri kiçik hissələrə bölürəm və tərəzi ilə çəkirəm. Şəkərbura xəmirinin kündəsi 40 qram olmalıdır. Əgər tərəziniz yoxdursa, gözə yarı kündələyə bilərsiniz. Bu xəmirdən 15 ədəd şəkərbura alınır. Daha sonra kündələrin də üzərini örtüb beləcə 5-10 dəqiqə gözlədirəm. İndi isə ilk kündələdiyim xəmirdən başlayıb yayıram. Bir ədəd şəkərbura xəmirinin içərisinə 3 çay qaşığı içlik qoyuram. İçliyin üzərindən basaraq yığıram. Daha sonra isə kənarlarını yapışdırıram. Bu qayda ilə xəmiri dəzgahın üzərinə astaca vururuq forma alması üçün. Daha sonra isə onu da salfan torbanın altında saxlayıram. Şəkər buraların hamısı bu qayda ilə bükülür.
Mən bir ədəd də istədim ürək formalı şəkərbura hazırlayım. Belə ürək formalı qəlibdən istifadə edirəm. Xəmiri əlimə götürmədən üzərinə içlik tökürəm. Digər xəmiri də üzərinə qoyub kənarlarını yapışdırıram. Bir hissəsini açıq saxlayıram. Daha sonra isə xəmiri əlimə götürüb açıq qalan hissədən içərisinə içlik yığıram. İndi isə şəkərburanın kənarlarını bükürəm. Videonu yavaş çəkdim ki, xanımlarımız görsün. Kənarlarını bükən zaman qatlayanda xəmiri möhkəm basın ki, bişəndə kənarlar açılmasın. Ürək şəkərburanın da kənarını bükürəm. Daha sonra isə şəkərburaları bəzəyirəm. Bəzəməmişdən əvvəl iynə ilə deşləmək lazımdır. Mən şəkərburaları bəzəmək üçün 5 dişli bəzəyəndən istifadə etdim. Bu qayda ilə bəzəyib şəkərburanı soba listinin içərisinə yerləşdirirəm. Şəkərburanın kənarından astaca əlimlə vurub formaya salıram ki, üzəri hündür olsun. Bəzəyən zaman yastılaşır şəkərburanın üzəri.
Şəkərburanı soba listinə yığdıqdan sonra üzərinin bəzəkləri quruyana qədər təxmini 10-15 dəqiqə gözlədirəm. Bir ədəd kündəni saxlayıb sonda yayıram və gül formaları kəsirəm. Daha sonra ürək formalı şəkərburanın kənarına əlimlə biraz su vururam və gülü su vurduğum hissəyə qoyuram. Üzərinə isə bir ədəd noğul qoyuram. Daha sonra şəkərburaları əvvəlcədən qızdırılmış 150 dərəcəlik sobada alt-üst rejimdə bişirirəm. Mənim sobam İtimad sobasıdır. Əziz xanımlar, artıq mənim şəkərburalarım bişib hazırdır. Görünüşü də, dadı da olduqca gözəl şəkərburalar alınır. Videonu axşam çəkdiyim üçün şəkərburaların rəngi biraz sarı alınıb, ancaq ağ rəngdədir, yəni sarı deyil. Baxın, içini də bölüb sizlərə göstərirəm. İçi dolu, çox ləzzətli şəkərbura alındı. Əgər siz də mənim bu reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.